Salam dəyərli izləyicilər. İndi sizə bugün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş 9-cu sinif buraxılış imtahanının riyaziyyat suallarının izahatını verəcəm. Başlayaq ilk sualdan. 57-ci sual. Və sual bu şəkildədir. Düzbucaqlı deyir. Düzbucaqlı çəkirik. Bu düzbucaqlı. Enini A deyirəm, uzunluğuna B deyirəm. Deyək ki, düzbucaqlının uzunluğunu 40%, enini isə 20% azaltdıqda sahəsi neçə faiz azalar? Demək, sahəsi S bərabərdir A vurulsun B'dir sahəsi. Uzunluğunu 40% azaltsaq, uzunluq B'dir. B'nin 60%-i qalacaq. B vur 60 böl 100. Yəni 0.6 B qalacaq. Bunu bildik. Enini 20% azaltsaq, eninin 80%-i qalır. A'nın 80%-i. Bu da bərabərdir 0.8 A. İndi yenidən sahəni hesablayaq. S bərabərdir 0.8 A vur 0.6 B. Bu da bərabərdir 0,48 AB. Burada əmsal 1'dir. Burada əmsal 0,48'dir. Faizə çevirsək, burada 100%'dir. Burada isə 48%'dir. Deməli, 52% azalıb. Doğru cavab burada A variantı. Keçək növbəti sualımıza. Növbəti sual 58-ci sual. Kubun tilini 2 dəfə azaltdıqda həcmi neçə dəfə azalar? Kubun həcmi V bərabərdir tilinin kubu. Tili 2 dəfə azalsa, həcmi onun kubu qədər azalacaq. Yəni həcmi 8 dəfə azalacaq. Yəni burada doğru cavab A variantıdır. 59-cu sual. Bizə bir şəkilli sualdır. Deməli, A, B, A, B. Burada perpendikulyar çəkilib. Bura C'dir. Bu da D'dir. D. Burada O'dur. İndi deyir ki, AOB açıq bucaq. CO AB'yə perpendikulyardır. DOC-ni verib 25 dərəcə. 25 dərəcə. Bucaq AOD-ni soruşur. Nəyə bərabərdir? Buranı soruşur. Burada X deyirik. İndi burada nəyə fikir veririk? Deməli, CO BO-ya perpendikulyar olduğu üçün deməli, burada olacaq 90 dərəcə. Deməli, X ilə 25-in cəmi bərabər 90-a. X bərabər olacaq 65 dərəcə. Yəni, doğru cavab burada 59-da C variantı. 65 dərəcəyə bərabərdir. Keçən növbəti suala. Üzr istəyirəm. Növbəti sual. 60-cı sual və sualımız belədir. Kəsiri ixtisar edin. Sürətdə bizə verib m kvadrat çıx 5n çıx m-in plus 5m. Məxrəcdə də bizə verib 25 çıx m kvadrat. İndi bu bərabərdir. Sürətdə m kvadratdan m-ni qruplaşdırsam, m kvadrat çıx m-in, digərinə bir qruplaşdırsam, çıx 5n çıx 5m. Böyle söz məxrəcə yazıram 5'in kvadratı çıx m'in kvadrat şəklində. Bərabərdir. Birinci mütərizədə ortaq m var. M'i çıxarsam mütərizə xaricinə, m'i çıxarsam, m çıx n qalır. İkinci mütərizədə 5 var. 5'i çıxarsam mütərizə xaricinə, n çıx m qalır. Məxrəc də 5 çıx m, 5 üstəgəl m deməkdir. Bu da bərabərdir. İndi sürətdə m çıx n-i mütərizə xaricinə çıxarsam, m çıx n-i birincidə m qalır. Burada isə müsbət 5 qalacaq. Müsbət 5. Çünki m çıx n-i çıxartmışam. Yerində burada -1 qalır. -1. -1 də -5'ə vuranda olacaq müsbət 5. Bölünsün 5 çıx m, 5 plus m. Bunlar ixtisar gələcək. M çıx n bölünsün 5 çıx m. Deməli, m çıx n, 5 çıx m. Doğru cavab olacaq burada B variantı. Yəni 60'ın cavabı B variantı. Keçən növbəti 61-ci sual. Sada sualı tənlikdir. 3x çıx 2 bərabərdir 6. Tənliyini həll edin. Deməli, x çıx 2 bərabərdir. Buradan çıxır 2'yə. X olacaq 4. Doğru cavab olacaq burada C variantı. Yəni x olacaq 4'ə bərabər. Bunu belə səhv yazan var. 62-ci sual.
Və sual belədir. Tənliklər sistemindən x tapın. 2x plus y verir bizə 0. X çıx y bizə verib 6. X-i soruşur. Tərəf toplasaq, y-lər 0-a gedəcək. 3x bərabərdir 6-ya. X alınır 2. Deməli, cavabımız burada 2-dir. 62-də B variantı. 63. Bizə funksiya verib. Funksiya y bərabərdir. Mənfi 2x plus 6 funksiyası verib. Və nöqtələri verilib. A variantı 6, 0. B variantı 4, 9. C variantı verib mənfi 3, 0. D variantı bizə verib mənfi 5, 16. Y variantı da verib 0, 5. Deyir ki, hansı nöqtə verilən funksiyanın üzərindədir? Yəni, bu funksiyanın üzərindədir. Hansı nöqtə? Baxırıq, A variantında x-in yerə 6 verib. X-in yerə 6 yazanda mənfi 6 alınır, amma 0 verib. Bu deyil. B variantı, x-in yerə 4 yazsaq, mənfi 2 alınır, amma 9. Bu da deyil. C variantı, x-in yerə mənfi 3 verib. Mənfi 3 verəndə, x-in yerə yazanda 12 alınır. D variantı, x-in yerə mənfi 5 verib. X-in yerə mənfi 5 yazanda müsbət 16. Doğru cavab burada D variantı. 64-cü sual. Və sual belədir. Əkob 18, 36. Üstə gəl əbob 10, 11. İndi 36 18-ə bölünür. Əgər bir ədəd digərinə bölünərsə, bölünən əkobdur. Yəni əkob olacaq 36. Üstə gəl 10 ilə 11 qarşılıqlı sadədir. Qarşılıqlı sadə ədədlərin əbobları isə 1-dir. 36 plus 1 cavab olacaq 37. Yəni 64-də doğru cavab Y variantı. 65-ci sual. Tənasübdür. X-in 5-ə nisbəti bərabərdir 21-in 15-ə nisbəti verib. Deyir, X-i tapın. Deməli, 5-ləri ixtisar edə bilərik. 5 5-ə bir dəfə, 15 5-ə 3. X bərabərdir 21-in 3-ə nisbəti. Bu da olacaq 7. Yəni, doğru cavab C variantı. 65-də C variantı. Növbəti 66-cı sual. İlk 10 natural ədəddən təsadüfən seçilmiş birinin sadə ədəd olması ehtimalı tapın. Deməli, ilk 10 ədəd. Bütün halların sayı 10-dur. İndi ilk 10 ədəd içərisində sadələr 2-dir, 3-dür, 5-dir, bir də 7-dir. Yəni, 4 dənə sadə ədəd var. 2-dir, 3-dür, 5, 7. Onda 4 ehtimal olacaq. Bu da olacaq 5-də 2. Doğru cavab burada Y variantı. 67-ci sual və sualımız belədir. Mərkəzi O nöqtəsində olan çevrədə, çevrə çəkiləcəm burada, çevrə çəkilib orada. Deməli, bu mərkəz nöqtəsi olsun. Mərkəz O nöqtəsi verilib. Bura B-dir, bura C-dir, bura A-dır. Bir mərkəzi O nöqtəsi olan çevrədə bucaq ABO 22 dərəcə. ABO buranı verib 22 dərəcə. Bucaq ACO buranı verib 28 dərəcə. 28 dərəcə. Bizdən soruşur bucaq BAC. Bizdən buranı soruşur. Bura X. Bura X deyirəm. İndi baxırıq. A daxilə çəkilmiş bucaqdır. Və BC qövsünə sökənib. BC qövsü olacaq 2X. BC qövsü 2X isə BOC olacaq 2X. İndi bu üçünün cəmi 2x-i verir. Yəni, BOC-ni verir. Onu göstərəcəm indi. Mən bunu uzatsam, bu şəkildə uzatsam. 28-dən x-in cəmi buranı verəcək. 28 plus x. İndi isə bu üç bucaqdan 28 plus x, üstə 22 bizə verəcək 2x-i. 2x-i verəcək. 28, 22 bizə verir 50. X-i də sağa keçirsə, x olacaq 50. Bizdən BAC x-i soruşur 50 dərəcə. Yəni 68-də doğru cavab A variantı, yəni 50 dərəcəyə bərabərdir. Keçək növbəti suala. 68. Tərəfi 12 olan kvadratın perimetri. Perimetri bərabər tərəfin 4 misli. 4 dəfə 12 olacaq neçə? 48. Yəni doğru cavab 68-də D variantı. 69. 56 vurulsun mənfi 15 bölünsün 14 vurulsun 20 çıxılsın 5 vur 10.
Deyir ifadəsinin qiymətini tapın. 56 ilə 14 ixtisar gedir. Burada 1, burada 4. 4 vurulsun mənfi 15 bölünsün. Bura 50 edir. 50. 20 çıx 50 mənfi 30. Bu da bərabərdir. Mənfi 60 bölü mənfi 30. Nəticə olacaq neçə? 2. Yəni doğru cavab burada da Y variantı. Keçək növbəti suala. 70-ci sual. C vurulsun x plus y. Çıxılsın D vurulsun x plus y. Deyir, çoxhəllisini vurğulara ayırın. X plus y ortadır. Çıxarsaq mötərizə xaricinə. Qalır C çıx D. Yəni x plus y C çıx D. Doğru cavab olacaq A variantı. 70'də A variantı. X plus y C çıx D. Keçir 71-ci suala. A çoxluğu bizə verib. A çoxluğu verib. 1, 2, 4, 5, 6. 1, 2, 4, 5, bir də 6. B çoxluğunu verib. B çoxluğunu verib. 0, 1, 2, 3, 5. C çoxluğunu da bizə verib. 0, 1, 3, 6. Bu şəkildə verib. İndi deyir ki, A ilə B-nin kəsişməsi. Çıx C-ni tapın. İndi A ilə B-nin kəsişməsinə baxaq. A ilə B-nin kəsişməsi. A ilə B-də 1 var. 1 var. 2 var. Bir də 5 var. 1, 2, 5. A ilə B-nin kəsişməsi 1, 2, 5. İndi A ilə B-nin kəsişməsi tapıldı. Onu yazıram. A ilə B-nin kəsişməsi 1, 2, 5. Bundan C-ni çıxartmalıyam. İndi A ilə B-nin kəsişməsi və C-yə baxıram. Bu ikisinə baxıram. Ortaq olan nə var hər ikisində? Hər ikisində 1 var. Deməli 1 çıxacaq. Deməli cavab olacaq 1 buradan çıxacaq. 1, 5 qalacaq. Cavab 1, 5. Yəni doğru cavab olacaq burada. A ilə B-nin kəsişməsi burada A ilə B-nin kəsişməsi bəli 1, 2, 5'dir. 1, 2, 5 yazılışıq. 1, 2, 5. Onda da C-ni çıxaranda üzr istəyirəm. 1 çıxır, 2, 5 qalır. Üzrlü sayın. Yəni 1'i çıxanda 2, 5 qalır. 2, 5. 2, 5. Yəni doğru cavab olacaq. Burada B variantı. Keçən növbəti suala. 72-ci sual. Və sual belədir. AB üstə gəlir BA bərabərdir 88 A çıx B. Şərtini ödəyən 2 rəqəmli AB-lərini tapın. Təşkil onluq 10A plus B. Təşkil onluq 10B plus A. Bərabər 88 A çıx B-yə. Sol tərəfdə alınır 11A üstəlik 11B. Bərabər 88 A çıx B. Hər tərəfi 11'ə bölsəm A plus B bərabərdir 8 vurulsun A çıx B-yə. Buradan çıxır ki A plus B bərabərdir 8A çıx 8B. Buradan çıxır ki 7A bərabərdir 9B-yə. Deməli A'mız 9K'dır, B'miz isə 7K'dır. K burada ancaq 1 ola bilər. K'nı yenə 2 yazsam A olacaq 18. Amma A da B də rəqəmdir. K 1. K 1 isə deməli A 9'dur. B'də nədir? B'də 7'dir. A B'ni soruşur. Cavab olacaq 97. Yəni burada doğru cavab 97'yə bərabərdir. 73-cü sual. Qarşı təpələrdən biri koordinat başlanğıcında, digəri isə 8 mənfi 8 nöqtəsində olan kvadratın sahəsini tapın. Hətta yuxarıda çəkin biraz. Bu şəkildə tam. Deməli, təpənin biri koordinat başlanğıcındadır. Digəri isə 8 mənfi 8-dədir. 1, 2, 3, 4, 5, 6, 7, 8. 1, 2, 3, 4, 5, 6, 7, 8. Digəri isə baxın buradadır. Bu kvadratdır. Bunları birləşdirək bu şəkildə. Bura 8, bura mənfi 8'dir. Demək, məsafə olaraq nə olacaq bura? Bura 8, məsafə olaraq burada 8'dir. Demək, kvadratın tərəfi nədir? Kvadratın tərəfi 8'ə bərabərdir. Sahəsini soruşur.
8'in kvadratı olacaq 64. Yəni doğru cavab burada 73-cü sualla 64-dür. Keçək 74-ə və sual belədir. 2 vurulsun 2 tam %85'in kvadratı böl 2 üstə gəl 7 tam %15'in kvadratı böl 2 üstə gəl 2 tam %85 vurulsun 7 tam %15. Burada 2'ni içəri vursaq 2 tam %85'in kvadratı üstə gəl 7 tam %15'in kvadratı üstə gəl 2 vurulsun 2 tam %85 vur 7 tam %15. Bu da A plus B'nin cəminin kvadratı deməkdir. Yəni 2 tam %85 üstə gəl 7 tam %15'in kvadratı. Bu da bərabərdir. Toplasaq 5'dən 5 0. 8'dən 1 9 o da bir 0. 2'dən 7 9 o da bir 10. Bunda kvadratı. 10 da kvadratı cavab olacaq 100. Yəni burada doğru cavabımız 100'ə bərabərdir. 74-cü sual idi. 75 və sual belədir. X, Y, Z üçlü deyil naturaldır. Natural. Və X, Y hasilini bizə verib 6. Y, Z hasilini də bizə verib 18. İndi bizdən soruşur ki, X plus Y, Z cəminin ən kiçik qiymətini tapın. Baxın, Y 6 ilə 18'in bölündüyü ədədlər olacaq. Deməli, y'nin yerinə məsələn 1 yazsam, y'nin yerinə 1 yazsam nə olacaq? X 6, Z isə 18. Burada cəm maksimum olacaq. Y'nin yerinə 6 seçməliyəm ki, nəticə minimum olsun. Baxın, bir yoxlayaq. Y'nin yerinə məsələn 2 qoymalıyam sonra, 2 qoyanda. Y2 isə X3. Y2 isə Z9. Sonra y'nin yerinə 3 qoya bilərəm. Y'nin yerinə 3 qoysam X2 olacaq. Z isə 6 olacaq. Amma y'nin yerinə 6 qoysam əgər, y'nin yerinə 6 qoysam X1, Z isə olacaq 3. Bu zaman daha kiçik olacaq cəm. Neçə olur? Cəm olur 3, 1, 4, 10. Cəm 10'dur. Yəni cəmin ən kiçik qiyməti burada 10'a bərabərdir. Ən kiçik variantda, yəni cavab 10'dur. Keçək növbəti sualımıza. Növbəti sual 76-cı sual və sual belədir. Bərabər tərəfli element üçbucağının sahəsi bərabər tərəfli ABC üçbucağının sahəsinin 16 dəfə böyükdür. Deməli, S element bölünsün S ABC. ABC'nin sahəsindən 16 dəfə böyükdür. Bərabər 16'ya. Bu nəyə bərabərdir? K kvadratda. Sayıların nisbəti K kvadratdır. Deməli, K neçədir? K olacaq 4. Deməli, oxşarlıq əmsalı 4'dür. Ona görə perimetr LM bölünsün perimetr ABC bərabərdir K'ya, yəni 4'ə bərabərdir. ABC'nin perimetrini bizə verib 9. Bura 9'dursa, buradan çıxır ki PLM bərabər 4 dəfə 9, 36. İndi deyir ki, element üçbucağının tərəfini tapın. Perimetr 36 olduğu üçün, bərabər tərəfi üçbucaq olduğu üçün 36'nı da 3'ə bölsəm olacaq 12. Yəni tərəf burada 12'yə bərabərdir. Keçək 77-ci suala. Sual belədir. X bərabərdir 5 çıx 2 köşdə 6. Y bərabərdir 5 plus 2 köşdə 6. Bizdən soruşur X, Y hasili bölünsün X plus Y cəmi nəyə bərabərdir? Cəm məlum məsələ rahatdır. 5 çıx 2 köşdə 6. 5 plus 2 köşdə 6. Hasil 5 çıx 2 köşdə 6 vurulsun 5 plus 2 köşdə 6. Cəmlərində bunlar islah olunacaq. Sürətdə A kvadrat çıx B kvadratdır. Yəni 5'in kvadratı çıx 2 köşdə 6'nın kvadratı. Bölünsün mərkəzdə isə 10 alınır. Sürətdə 25 çıx 24. Mərkəzdə 10'dur. Bu da 10'da 1. Nəticə olacaq 0,1. Bu da 77'nin cavabı 0,1. İndi keçirik 78'ə. İndi bundan sonraki suallar isə həlli tələb olunan suallardır. 78-ci sual belədir. Deyir ki, 2 yeşikdə birlikdə 50 kiloqram qənd var. 2 yeşikdir. 1 və 2. Deyir ki, hər gün birinci yeşikdən 3 kiloqram, ikincidən isə 2 kiloqram qənd götürdülər. 6 gündən sonra
yeşiklərdə bərabər miqdarda qənd qaldı. Əvvəlcə birinci yeşikdə neçə kiloqram qənd var idi? İndi birinci yeşikdə desəm x, toplam 50 kiloqram deyir. Deməli, burada olacaq 50 çıx x. İndi deyir ki, hər gün birinci yeşikdən 3 kiloqram, birinci yeşikdən hər gün 3 kiloqram götürürlər. 3 minus yazıram. İkincidən isə 2 minus. 6 gündən sonra yeşiklərdən bərabər miqdarda qənd qaldı. 6 gündən sonra birinci yeşikdə qalacaq x çıx 18. Yəni 6 dəfə 3 18. Burada isə 6 gündən sonra 6 dəfə 2 12. Bundan 12 çıxanda eləcə 38 çıx x. 38 çıx x olacaq. İndi bunlar bərabərdir. X çıx 18 bərabərdir 38 çıx x-ə. Buradan alınır 2x bərabərdir 38 plus 18'e. 2x bərabərdir 56 və x alınır neçə? 28. X 28'dir. Deməli, birinci yeşikdə nə qədərdir? 28 kiloqram qənd var. Keçən növbəti suala. Növbəti sualımız 79-cu sual. Deyir ki, satıcı şarın birini 12 qəpiyə alır, 12 qəpiyə alır, 15 qəpiyə satır. Satış zamanı 5 şar partlatmışdır deyir. O bu bütün şarların algı satqısından 6 manatdan çox gəlir əldə edərsə, ən az neçə şar alıb satmışdır? Ən az neçə şar alıb satmışdır? İndi baxaq, burada gəlir nə qədərdir? Gəlir 3 qəpikdir də. Yəni bir şardan 3 qəpik gəlir əldə edir. İndi x dənə alıbsa, deməli x-i 3'ə vuranda 3x, yəni 3x gəlirdi. 3x gəlirdi. Və deyir ki, 6 manatdan çox gəlir əldə edərsə, baxın, yəni diqqətli olaq burada. Deyir ki, 12 qəpiyə alır, 15 qəpiyə satır. Deməli, bir şardan 3 qəpi elə bil ki, gəlir əldə edir. Satış zamanı 5 şar partlatmışdır. O bütün şarların algı satqısından 6 manatdan çox gəlir əldə edərsə. İndi burada nəyə fikir etmək lazımdır? Deməli, x dənə alıb. Amma 5'i partlatmışdır. Yəni x çıx 5 dənə satır da elə bil ki. Bu qədər satır. Satmağı da nədir? 15'dir də. Satmağı 15'dir. Yəni satmağı 15 qəpiyə satır. Alışı da nədir? 12x. İndi gəlir bunların fərqidir. 12x. Bu da eləyir 15x çıx 75. Və deyir ki, 6 manat gəlir. 6 manat nə deməkdir? 6 vurulsun 100, 600 qəpik deməkdir. 600 qəpik. Yəni bunların fərqi 15x çıxılsın 75 çıx 12x böyükdür 600'dən. Yəni bizə bunu demək istəyir. İndi 15x'dən 12x çıxanda 3x böyükdür 675'dən. X də böyükdür 675'i bölməli 3'ə. Deməli, bu da deyir 225. Deməli, x 225'dən böyük olmalıdır ki, 6 manatdan çox gəlir əldə etsin. Deməli, ən azı 226 dənə almalıdır. Yəni, cavab ən azı 226'dır. İndi keçək növbəti suala. Növbəti sualımız 80-ci sual. Sual belədir. Düzbucaqlı üçbucağın katetlərdən biri digərindən 2 sm böyük, hipotenuzundan isə 2 sm kiçikdir. Bu üçbucağın hipotenuzunu tapın. Deməli, düzbucaqlı üçbucaq çəkirik. Deyir, katetlərdən biri digərindən 2 sm böyük. Buraya x desəm, bura olacaq x plus 2. Düzbucaqlı üçbucağın katetlərdən biri digərindən 2 sm böyük, hipotenuzundan isə 2 sm kiçikdir. Yəni, bura olacaq x plus 4. Pifaqor teoremi tətbiq eləsək, x plus 4'ün kvadratı bərabərdir x kvadrat, üstəgəl x plus 2'nin kvadratı. Burada alınır x kvadrat plus 8x plus 16 bərabərdir x kvadrat, üstəgəl x kvadrat plus 4x plus 4. X kvadratlarından biri getdi sıfıra. Alınır x kvadrat çıx 4x
çıx 12 bərabər 0. Bu da x çıx 6, x plus 2-dir. Bərabər 0. Hasil 0-dırsa ən azı biri 0-dır. x 6, x mənfi 2. X mənfi ola bilməz. Deməli, x'imiz nədir? X'imiz 6-dır. İndi bizdən soruşur burada hipotenuzun uzunluğu. Hipotenuzda x plus 4'dür. X 6 olduğu için 6 plus 4 nəticə olacaq 10. Yəni doğru cavab burada 10'a bərabərdir. Növbəti sual 81-ci sual. Şəkildə verilən figurda deməli baxaq. Belə bir figur verilib. Tam çevrəyə oxşamadır. Bu şəkildə. Yəni yarım çevrədir orada əslində, yarım çevrədir. Belə bir figurdur. Deyir, şəkildə verilən figura BC parçası. BC parçası. B, bura C, bura O'dur. Bura A. BC parçası mərkəzi O nöqtəsində olan yarımçevrənin diametri. BC parçası. Sonra deyir ki, BC qövsünün uzunluğu 4pi. BC qövsünün uzunluğu 4pi'dir. 4pi. AO 6'dır. AB ilə AC bərabərdir. Verilən figurun sahəsini tapın. Verilən figurun sahəsi. İndi bu figurun sahəsini soruşur. İndi burada BC qövsünün uzunluğu 4pi. BC qövsü nə deməkdir? Yarım çevrənin ləvi ki, yarım çevrənin uzunluğu deməkdir də. Yəni yazırıq. Çevrənin uzunluğu 2 pi'dirsə yarım çevrə olduğu üçün pi yazıram. Pi bərabər 4 pi'yə. Neçə olur? R çıxır 4. R 4. Deməli bura 4, bura 4. İndi bizdən verilən figurun sahəsini soruşur. Verilən figurun sahəsi yarımdairənin sahəsi ilə üçbucağın sahələri cəminə bərabərdir. Yarımdairənin sahəsi pi r kvadrat bölünsün 2. Üçbucağın sahəsi üstə gəl. S üçbucaq A, B, C. Bu da bərabərdir. Pi vurulsun 4'ün kvadratı bölü 2. Üstə gəl. Üçbucağın sahəsi oturacaq BC-dir. Uzunluğu 8'dir. Hündürlüyü işte 6'dır. Vur 6 bölü 2. Burada alınır 8 pi. Burada da alınır 24. Yəni doğru cavab olacaq 8 pi üstəgəl 24. Sualların izahatı bu qədər. Kanala abunə olmağı və videoları bəyənməyi unutmayın.